Artıq bir neçə gündür ki, biz İsraillə İran arasında münaqişədə vəziyyətin daha da kəskinləşdiyinin, daha da dərinləşdiyinin şahidi oluruq və bu bütün dünya mediasının gündəmini zəbt eləyib. Əvvəlki ritorika artıq praktiki cəhətdən özünü necə deyərlər, sahədə göstərir. Həm deməli, paytaxt Tehran, həm Təl-Əviv və digər şəhərlər də zərbələrə məruz qalır və sizin də bir qədər əvvəl verilişin başlanğıcında qeyd etdiyiniz kimi tərəflər arasında təkcə silahlı deməli münaqişə deyil, eyni zamanda informasiya müharibəsi də aktiv şəkildə həyata keçirilir. Həm Benyamin Netanyahunun deməli İran sakinlərinə müraciəti, təcili olaraq Tehranı tərk eləyin, İranın ərazisinin hərbi hissələrə yaxın, hərbi obyektlərə və nüvə obyektlərinə yaxın ərazilərdən uzaqlaşın çağırışları artıq özünün bəzi təsirlərini göstərməyə başlayıb. Eyni zamanda İran rəsmilərinin də, yəni Təl-Əviv sakinlərinə, elə deməli İsrail vətəndaşlarına müraciəti də cavabsız qalmır. Baxın, düzdür, indi orada bir qədər fərqli mənzərədir. İsraildə daha çox bu səfərbərlik, daha çox necə deyərlər, fövqəladə hallarda verilən göstərişlərə əməl etmə intizamı daha yüksək olduğuna görə İsrail vətəndaşları bir neçə dəqiqə ərzində konkret olaraq hər kəs sığınacaqda öz yerini tutur, hardasa özünü sığortalamağı bacarır. Amma İranda isə bu məsələlər təəssüflər olsun ki, çox zəifdir və məhz hadisələrin ilk saatlarında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, o cümlədən kəşfiyyat rəisinin və onun müavininin bir neçə yüksək rütbəli şəxsin, o cümlədən keçmiş müdafiə naziri Şamxanini mən nəzərdə tuturam, İran ali dini liderinin müşavirinin qətlə yetirilməsi və digərləri. Yəni orada 20-yə qədər yüksək rütbəli şəxsin adı çəkilir. Bütün bunlar onu deməyə əsas verir ki, İran bəzi boşluqlara yol verib və bugün də özləri də etiraf eləyirlər ki, zamanında deməli Mossadın nümayəndələri müxtəlif yollarla İran ərazisinə sıza biliblər və İran ərazisində bəzi əməliyyatları həyata keçirməyə müvəffəq olublar.